Hüseyin, Bəli, biz indi səndən üz ifadələrini təqlid edəcəyik. Hazırsan? bəli. Nə edəcəyik Hüseyin? Üz ifadələrin Üz ifadələrini təqlid edəcəyik. təhlil edəcəyik. Məsələn, bu neyini? Ağlayır. Ağla. İndi bax, burada hansı üz ifadəsi var ağlayan? Tap görün. Hansı üz ifadəsində oğlan ağlayır? Afərin Hüseyin. Götürürük. Və qoyuruq bunun üstünə. Və sən də bir də ağla. Buna nə olub bəs? Bu oğlana nə olub? Üzgündür. Üzgündür. Üzgündür, hə. İndi burada üzgün ifadəni tapa. İfadə hansı simada üzgündür oğlan? Afərin. Afərin Hüseyin. Bu oğlana nə olub Hüseyin? Nə oldu buna? Əsəbləşib. Əsəbləşib. Sən deyə. Nə olub oğlana? Əsəbləşib. Tap. Hansı oğlan əsəbləşib? Hansı oğlan əsəbidir? Afərin. Afərin sənə. Axırıncı simamız qaldı. Burada isə oğlan gülümsüyür. Çox da qəşəng gülür, hə? Bəli. Sən də tap. O tap deyəndə orada da bir dənədir. Onu da qoy onun üstünə və o oğlan kimi gülümsə. Əla.